Nə demə, əvvəla xoş gəlibsiniz, nətərsinə kəbinə tutan. Allah mübarək eləsin, nətər deyim, vızqırt. Mənə elə gəlir ki, bu toy tarix yazacaq, möhtəşəm toy olacaq. İndi mən başa düşürəm öz aramızda, axır ki bu toya bir təhər gəlib çıxıbsınız da, indi birindən borc alıbsınız, birindən atıbsınız, birindən şillaq atıbsınız, axır ki bir təhər gəlib çıxıbsınız. Elə inansınız, mənim üstümdə pul yox idi, eşitdim toy var, həyətdə bir iki köynə külə dəmir var idi, onu da verdim dəmirçiyə çıxıb gəlmişəm toya. Bax, dərzün deyim, görə ki deyirəm. Bugün Şəmsəddin qardaşın şad günüdür, qızına toy eləyir, Şəmsəddin mənim uşağı dostumdur, Allah mübarək eləsin. Şəmsəddini mən uşaqlıqdan tanıyıram. Belə sakitləyə mənə bax, mənə uşaq vaxtı çox dəriz uşaq olub. Bir dənə də yaşıl rəydə, bağıqraş demək, kirli bir dənə turuskası var idi. Ay, belədən belə qaçardı, belədən belə qaçardı. Biliyorsun, balağımdan tökülür. Qardaş, təbrik edirəm, bir yasıda zad eləsinlər, qocalsınlar, neynəyim, nətər zad eləyim deməsinlər. Arzum odur ki, nətər eləyim, necə eləyim, nə poxyem deməsinlər. Bugün bu gözəl qızımızın şad günüdür. Bir-birin başa düşsünlər, ayaqlarının zatlarına görə uzatsınlar, yorğanlarına görə. Allah mübarək eləsin. Yeziləni də təbrik edirəm, hey, dəyüstük eləmə ha. Şəmsəddin qardaş, Allah mübarək eləsin, xeyirli olsun qardaş. Gəldim əsas məqama, üzürlü sayın qardaş, bugün pesatı qoyacağım TikTokla bağlı. Bəzi boş qadınlar var ki, oturub TikTokda cəmatın əxlaqını pozma ilə məşğuldular. Biri çıxıb deyir ki, mən kişi pulu yemirəm, biri çıxıb deyir ki, boşandım mənə belə yaxşıdır, biri çıxıb deyir, mən ərimi hərrəmirəm, biri deyir, qaynanamın ağzını osturun, biri deyir, ərimin ağzını çezim. O da qancıqda boşanım sənə çəkdir, nə bu kişidən, nə istəyir bu kişidən mən başım çıxmır. Biri sən nədir, paxıllı, xaynıq, aday qancıq, səninlə bundan sonra alan olacaq. Nə də sevən olacaq. Ölünə, yanın tökülün. O gün qancığın biri turiskan keçirdi bəy, nə deyir, ərzü hərrəmin, gəlin alın. Ay, gör, utan qızarmırlar, 3 manata görə götlərin başlarını çölə qoyurlar. Qancıqlı qalmır elirlər, sonra çıxıb TikTokda camata ağır verirlər. Niyyətləri nədir? Ya boşandığı kişiyə acıq verirlər, ya da kişilərə qarşı düşmançılıq aparırlar. Hamıya buradan səslənirəm, belə insanlara qabaq çəkməsinlər, belə insanlardan mal almasınlar. Ay, bunlar ağcaqanat kimi hər yeri büyürüyüb, bax, dərzün dərəm görə ki deyirəm. Kərəmətin bir dənə qəşəng sözü var, deyir, bir kişinin sözün götürməyən bir dənə qadın gedir kafede, restoranda 50 dənə kişinin sözün götürür. Bax, görsən, sağ olun, Allah canınızı sağ eləsin. Eşq olsun gözəl Azərbaycan millətinə, eşq olsun Azərbaycan gözəl ailələrinə, ailələrinizi qoruyun. Xoş gördük, gülmə şəkər, mənim gözəl qardaşım, nə tərsən? Vay, əla, bomba kimi. Xoş gəlibsən, qardaşım, həmişə toyda. Apar obrsuz dola. Halaldır, gülmə şəkər, oğul sana oğul, petsadı qoydun, ha, gülmə şəkər, bax, sən üçün əsobuzsul hazırlatılmış, ama kabablar da hazırdır. Onda yine bir yerde oturardın, ha? Üzülü say, gülmə şəkəri, siz gelin oturun, çörəziyin. İndi qonaqlar zatlar var, baş qarışıqdır. Üzülü saya başa dönür. Göy nə deyirəm, xəbər nə oldu? Nədən? Telefon əlimdən düşdü, kələfurun içində. Ona görə gülməm, bir sənə görə gülləm. Gülməmət zəngələmişdə, telefon əlimdən düşdü, kələfurun içində. Qardaş, Allah mübarək eləsin, gelim sən sağlığa da bilən içeyim, kebabdan da yiyeyim, dəyirsən. Gülmə şəkər, bu araq elə belə araq da öyle. Sən sənə basıb piyada girəsin, oğlaşdı. Oğlaşdı. Gelin gül gelin, gelin nur gelin, Sultan Engin